Dadı damağınızda qalacaq daha bir salat reseptini sizinlə bölüşmək istəyirəm. Əgər bu tür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Kanalda bu tür videoların davamını görmək üçün kanalı digər yoldaşlarınıza da önərə bilərsiniz. İndi isə keçək hazırlanma qaydasına. İlk öncədən qaynatdığım kartof və yer kökünü kubik şəklində doğrayıb qaba əlavə edirəm. Üzərindən mayonez istifadə etdim. Qat-qat şəklində istifadə edirəm. Siz istəsəniz yaşıl noxud və qarğıdalını ayrı-ayrı edə bilərsiniz. Ancaq mən ikisini bir yerdə qarışdırdım etdim. Üzərindən yenidən mayonezlə keçirəm. Mayonez əlavə etdikdən sonra yaşıl xiyar və duzlu xiyar, yəni turşu xiyarı da birlikdə etdim. Üzərindən yenidən mayonezə keçdikdən sonra mən tavada qovurduğum, daha doğrusu qızartdığım toyuq filesini istifadə etdim. Siz istəsəniz toyuq filesini qaynada da bilərsiniz. Ancaq həqiqətən də qızartmanın dadı bambaşqa olur, çox gözəl olur. Bu salat çox bəyənildi. Siz də bu cür hazırlayın. Bir dəfə toyuğu qızardaraq əminəm çox bəyənəcəksiniz. Üzərindən isə qozu xırda-xırda doğrayıb əlavə etdim və üzərini mayonezlə tamamilə bağlayıram. Üst hissəsinə nardan istifadə etdim bəzək üçün. Nar və qarğıdalıdan istifadə edirəm. Həqiqətən bu salatın görünüşü özü qədər dadlıdır. Bayram süfrələrinizə inanıram çox yaraşacaq. Qabaqdan yeni il gəlir. Süfrələrinizdə hazırlaya bilərsiniz. Əgər videomu izlədiysəz, bəyənib yorumlarda fikirlərinizi bildirməyi unutmayın. İnşallah ki yeni videolarda görüşənədək hələlik.